mənim əzizlərim, Oxatan bürcü ilə davam edirik. Fevral ayında Oxatan bürclərini nələr gözləyir, ona baxacağıq. Özü, hərəkəti, sevgi, pul, karyera, sağlıq, ümumi. Fevral ayında Oxatan tarazlıq tapır. Emosiyalar, düşüncələr, planlar, hər şey bu ay balanslı olacaq, qədərində olacaq. Oxatan fevralda enerjili, cəsarətli addımlar atır. Ani qərarlar, səyahət, dəyişiklik, nəyəsə başlamaq, təşəbbüsü, risk almağa hazırsınız. Amma kart xəbərdarlıq eləyir ki, enerjini düzgün istiqamətə yönəldin, aşırı enerji sərf etməyəsiniz. Sevgi sahəsində təmiz yeni başlanğıc var. Yeni münasibət, barışıq, emosional açılma deməkdir. Sevgi baxımından ümidvericidir. Pul mövzusunda rahatlıq, özünə güvən görünür. Bu kart maddi müstəqillik, zəhmətin qarşılığını almaq deməkdir. Maliyyə baxımından fevralda artıq özünüzü güclü hiss edəcəksiniz. Karyerada tamamlanma, uğur var. Hər hansı bir layihəni tamamlayıb bitirmək. Oxatan üçün fevral bir mərhələnin uğurla bağlanmasıdır. Yeni dövrə hazırlıq mərhələsidir. Sağlıq baxımından bədəninizi yormadan, gücünüzü aşırı sərf etmədən işlərinizi həll eləyin. Ruhən dözümlülük var. Fiziki cəhətdən də güclüsüz. Fevral ayının sonunda Oxatan üçün sevinç, aydınlıq, xoş xəbər var. Pozitiv nəticə, daxili rahatlıq var. Bu ay sizi güldürür, enerjiniz yüksəlir, yolunuz işıqlanır. Ümumilikdə götürsək fevral ayında cəsarətli addımlar atacaqsınız, yeni sevgi enerjisi var, maddi rahatlıq gəlir, nəhayət. Karyerada tamamlanma var, sağlamlıqda yaxşısınız, güclüsüz, mental olaraq. Ay sonu sevinç və uğurla tamamlanır. Bu qədər mənim əzizlərim. Əgər bu açılım sizə uyğun gəldisə, videonu bəyənməyi və seyv etməyi unutmayın.